Ayanın səyahət çamadanı. Ayan 8 yaşında idi. O daim nəsə öyrənmək, yeni yerlər görmək və dünyanı kəşf etmək istəyirdi. Günlərin birində nənəsinin evində oynayarkən köhnə bir sandığın içində balaca bir çamadan tapdı. Çamadanın üstü tozlu idi, amma qızılı düymələri günəş işığında par-par parıldayırdı. Ayan maraqla çamadanı açmaq istədi. Elə bu anda içindən saralmış bir parça kağız düşdü. Kağızda yazılmışdı: "Əgər dünyanı tanımaq istəyirsənsə, bu çamadan sənə yol göstərəcək. Sadəcə gözlərini yum və arzunu de." Ayan əvvəlcə biraz tərəddüd etdi, amma sonra gözlərini yumdu və pıçıltı ilə dedi: "Mən yeni yerlər görmək istəyirəm." Birdən otaqda yüngülcə bir işıq yayıldı. Ayan yoxa çıxdı. Birinci diyar Külək adası. Ayan gözünü açanda ətrafı böyük yaşıl ağaclarla dolu, yumşaq ot örtüklü bir adadaydı. Hər şey yavaş-yavaş yellənirdi. Yarpaqlar pıçıldayır, yel dəyirmanları fırlanmağa çalışırdı. Amma nə isə düz getmirdi. Uşaqları ona yaxınlaşıb dedilər: "Küləklərimiz yollarını azıb, dəyirmanlar dayanıbdır. Bizə kömək edə bilərsən?" Ayan təmkinlə dəyirmanları yoxladı, düzəltdi və onlara külək istiqamətini göstərdi. Küləklər coşdu, adanı yenidən hərəkətə gətirdi. Uşaqlar Ayanın saçına lələk taxdılar və ona təşəkkür etdilər. İkinci diyar Buzdan şəhər. Növbəti anda Ayan par-par parıldayan, qarla örtülü bir şəhərdə idi. Binalar buzdan idi, amma içəriləri isti və rəngarəng idi. Uşaqlar qartopu oynayır, qızlar buzda sürüşürdülər. Amma şəhərin ortasındakı nəhəng buz sürüşkəni sınıbmış. Bir oğlan ona dedi: "Sürüşkən qırılıb, heç kim sürüşə bilmir." Ayan böyük buz parçalarını topladı, diqqətlə onları birləşdirdi və sürüşkəni bərpa etdi. Uşaqlar sıraya düzülüb şənlik etdilər. Ayan da bir dəfə sürüşdü və qəhqəhələrlə güldü. Onun səsi qarın üstündə əks-səda verdi. Üçüncü diyar isə musiqi dərəsi idi. Bu dəfə Ayan musiqi ilə dolu bir düzənlikdə idi. Hər addımda yer musiqi səsi çıxarırdı. Bom-bom, titi, lala, amma hamısı bir-birinə qarışmışdı. Heç bir ahəng yox idi. Ayan yerdəki daşları, otları, çiçəkləri ayrı-ayrı səs tonlarına görə düzəltdi. Balaca bir melodiya yaratdı. Bir anda hər şey uyğunlaşdı. Hətta göydəki quşlar da Ayanın havasına qoşuldu. Uşaqlar əl-ələ tutub rəqs etdilər. Dördüncü diyar Kitablar meşəsi idi. Ayan bu dəfə çox sakit bir meşəyə düşdü. Amma burada ağacların yerinə kitablar var idi. Onlar budaqlardan sallanırdı. Sanki oxunmaq istəyirdilər. Bir kitab pıçıltı ilə dedi: "Səhifələrimiz darıxır, heç kim bizi oxumur." Ayan bir kitabı seçdi. Ucadan oxumağa başladı. Biraz sonra meşənin içi canlandı. Kitabların səhifələri yelləndi, hava hərflərlə doldu. Sanki hər oxuduğu cümlə bir sehirli toxunuş idi. 5-ci diyar Rənglər diyarcığı. Son dayanacaqda Ayan hər yerin ağ və rəngsiz olduğunu gördü. Ev, ağac, insanlar, hər şey boz və sakit idi. Uşaqlar ona baxıb dedilər: "Biz rəngləri unutmuşuq. Kömək edə bilərsən?" Ayan rəngli boyaları çıxardı və bir çiçəyə rəng vurdu. Sonra başqa birinə və sonda bütün diyar parladı. Gülən uşaqlar, al-əlvan evlər və göy qurşağı ilə örtülmüş bir səma. Birdən çamadan titrəməyə başladı. Ayan gözlərini yumdu və öz otağında açdı. Amma nəsə dəyişmişdi. O daha çox şey bilirdi, hiss edirdi, anlayırdı. Çamadanın üstündə yeni bir yazı var idi. Hər yeni yer səni biraz daha böyüdür. Ayan gülümsədi, çamadanı qucaqladı və pıçıldadı: "Gözlə məni, mən bir gün yenə gələcəm." Nağılın sonu.